Dünyanın en çok aktarılan hakeri Kevin Mitnick. Bir insan sadece telefon zəngi FBI sistemlerine necə daxil ola bilərdi? Necə oldu ki, dünyanın en güclü təhlükəsizlik agentlikləri bir nəfəri illərlə tapa bilmədi? Kevin Mitnick həqiqətən dahi idi, yoxsa təhlükəli cinayətkar? 1980 və 90-cı illərdə bir ad bütün Amerikada qorxu yaradırdı. O silah daşımırdı, bank soymurdu, amma milyonlarla dollarlıq sistemləri çöktürə bilirdi. Onun adı Kevin Mitnick idi. Uşaqlıqdan başlayan təhlükəli maraq 1963-cü ildə Amerika Birləşmiş Ştatlarında doğulan Kevin Mitnick adi uşaq kimi görünürdü. Amma onun fərqli bir obsesiyası vardı: sistemləri aldatmaq. Hələ yeniyetmə vaxtlarında Los Angeles avtobus sistemini necə pulsuz istifadə etməyi öyrənmişdi. O bilet mexanizmlərini analiz edir, insanların fərq etmədiyi boşluqları tapırdı. Bir çox insan üçün bu sadəcə oyun idi. Kevin üçün isə bu sadəcə gələcəyin başlanğıcı idi. Çünki o artıq bir şeyi anlamışdı. Ən zəif nöqtə kompüter deyil, insanlardı. İlk böyük hücum 1980-ci illərdə internet bugünkü qədər inkişaf etməmişdi. Amma telefon şəbəkələri dünyanın ən vacib sistemlərindən biri idi. Kevin Mitnick isə həmin sistemlərə daxil olmağa başladı. O insanların səsini təqlid edir, özünü texniki işçi kimi təqdim edir və şirkət əməkdaşlarından gizli məlumatlar alırdı. Bu üsulun adı var idi: social engineering, sosial manipulyasiya. Yəni sistemi hak etmədən əvvəl insan beynini hak etmək. Kevin bunun ustasına çevrilmişti. FBI ilk dəfə onun arxasına düşür. 1981-ci ildə Kevin artıq təhlükəli səviyyəyə çatmışdı. O telefon şirkətlərinin gizli məlumat bazalarına daxil olmuşdu. Bu hadisədən sonra polis onu həbs etdi, amma maraqlısı budur ki, Kevin həbsdən qorxmadı. Əksinə o bunun bir çağırış kimi qəbul etdi. Həbsdən çıxdıqdan sonra daha böyük sistemlərə hücum etməyə başladı. Artıq məqsədi sadəcə əylənmək deyildi, o dünyanın ən qorunan sistemlərini sındırmaq istəyirdi. NASA və hökumət sistemlərinə girişi. Bir müddət sonra Kevin Mitnick artıq çox məşhur idi. O böyük şirkətlərin və hətta hökumət sistemlərinin içinə daxil olurdu. İddialara görə o, Amerika Birləşmiş Ştatları müdafiə sistemləri ilə əlaqədar bəzi şəbəkələrdə giriş əldə etmişdi. NASA kompüterlərinə daxil olması isə hər yerdə xəbərə çevrilmişdi. Media onu belə adlandırmağa başlamışdı: dünyanın ən çox axtarılan hakeri. İnsanlar düşünürdü ki, Kevin kompüter qarşısında oturaraq hər şey edə bilər. Əslində isə onun ən böyük silahı klaviatura yox, insan psixologiyası idi. Ən məşhur hadisə Kevin necə yoxa çıxdı? 1992-ci ildə FBI onu yenidən axtarmağa başladı. Amma bu dəfə Kevin birdən-birə yox oldu. 2 il yarım boyunca müxtəlif şəhərlərdə saxta kimliklərlə yaşayırdı. Telefonları izləyir, sistemləri dinləyir və iz qoymamağa çalışırdı. Amerika Birləşmiş Ştatları tarixində ilk dəfə bir haker milli təhlükə kimi göstərilirdi. Televiziyalar onun haqqında danışırdı. Qəzetlər yazırdı ki, Kevin istəsə nüvə reaktorlarını belə işə sala bilər. Bu məlumatların çoxu şişirdilmişdi. Amma qorxu artıq yayılmışdı. Tsutomu Shimamura ilə rəqəmsal müharibə. Bəli, bu müharibə Kevinin ən böyük səhvi idi. Bir gün Kevin səhv etdi. O məşhur təhlükəsizlik eksperti Tsutomu Shimamuranın kompüter sisteminə daxil oldu. Bu hadisə hər şeyi dəyişdi, çünki Tsutomu məsələni şəxsi müharibəyə çevirdi. O FBI ilə birlikdə Kevinin izini izləməyə başladılar. Telefon siqnalları, şəbəkə bağlantıları, gizli izləmələr. Bu artıq film kimi görünürdü. Və nəhayət 1995-ci ildə Kevin Mitnick tutuldu. Həbsxanada baş vermiş ən qəribə iddia. Kevin tutulandan sonra onun haqqında inanılmaz şayiələr yayılırdı. Bəziləri deyirdi ki, o sadəcə telefon köşkündən fit səsi çıxararaq raket sistemlərini işə sala bilər. Hətta bəzi xəbərlərə görə həbsxanada ona telefona yaxınlaşmaq belə icazəsi verilmirdi. Çünki hakimiyyət onun telefon vasitəsilə dünyanı hak edə biləcəyindən qorxurdu. Bəli, bu artıq real həyat yox, sanki Hollywood filmi idi. Bəs Kevin həqiqətən təhlükəli idimi? Ən maraqlı sual budur. Kevin Mitnick milyonlarla dollar uğurlamamışdı. Bank hesablarını boşaltmamışdı. Onun əsas məqsədi sistemlərə daxil olmaq və bacarığını sübut etmək idi. Amma problem başqa yerdə idi. O göstərmişdi ki, dünyanın ən böyük şirkətləri belə insan manipulyasiyası qarşısında zəifdir və bu
hökumətləri qorxutmuşdu. Həbsdən sonra tamamilə dəyişən həyat. 2000-ci illərdə Kevin həbsdən çıxdı. Hamı düşünürdü ki, o yenidən qanunsuz işlər görəcək. Amma tam əks oldu. Kevin təhlükəsizlik məsləhətçisi kimi işləməyə başladı. Şirkətlərə sistemlərini necə qorumağı başa salırdı. Yəni bir vaxtlar sistemləri sındıran insan indi həmin sistemləri qoruyurdu. Bu dönüş onun həyatındakı ən qəribə dəyişiklik idi. Kevin Mitnick bir şeyi sübut etdi. Ən güclü firewall insan beynindən güclü deyil. O tarixə sadəcə hacker kimi düşmədi. O rəqəmsal dünyanın necə təhlükəli ola biləcəyini göstərən ilk simvollardan birinə çevrildi. Bugün internet həyatımızın hər yerindədir. Telefonlarımızda, bank hesablarımızda, şəxsi məlumatlarımızda və Kevin hekayəsi bizə bir şey xatırladır. Bəzən ən böyük təhlükə kompüterin içində yox, telefonların o biri tərəfində dayanan beyinlərdədir. Bir hekayəmizin daha sonuna gəldik. Növbəti hekayəmizdə görüşənədək.